Allahümme salli ala Muhammeden ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Bilirik ki, Ramazan ayının sonu, yəni Fitr bayramının axşamı fitrə zəkatı çıxartmaq da vacib əməllərdən biridir. Fitrə zəkatı haqqında danışarkən əsas 3 mərhələyə diqqət eləməliyik. Onlardan biri budur ki, fitrə zəkatı kimlərə vacibdir? Yəni, kimlərin boynuna haqq gəlir, fitrə zəkatını çıxartsın. İkinci, fitrə zəkatının məbləği pul cəhətdən və yaxud da ki, hansı məhsullardan fitrə zəkatı çıxartmaq olar, neçə kiloqram. Üçüncüdəki fitrə zəkatını kimlərə verməliyik? Əsasən, bu 3 mərhələyə, yəni 3 məqama diqqət eləməliyik. Birinci, dedik ki, fitrə zəkatı kimlərə vacibdir? Yəni, kimlərin boynuna haqq gəlir ki, fitrə zəkatını çıxartsın. O şəxs ki, bir neçə şərti var, baliq olsun, yəni həddi buluğa çatsın. Məsələn, həddi buluğa çatmayan şəxsin fitrə zəkatını çıxartmaq onun boynuna vacib olmaz. Onun vəlisinin, ya atasının, və yaxud da ki, vəlisi də onu kim himayə edirsə, onun boynunda fitrə zəkatı vacib olur. Üçüncü, aqil başət, yəni ağıllı olsun. Məcnun deyərlər, yəni bizim dildə anlaqsız, yəni el arasında bəzən dəli kimi də qeyd edirlər. Yəni məcnun olana, aqil olmayana fitrə zəkatı çıxartmaq vacib deyil. Bihuş olmasın, yəni məsələ burada bu şərtlərin olması il boyuna şamil olunmur. Yəni, fitr zəkatının vacib olma vaxtı ki var, yəni fitr bayramının axşamı ki var, həmin ana şamil olur ki, həmin anda insan aqil olmalıdır, həddi buluq olmalıdır, bihuş olmamalıdır. Məsələn, bir insan hələ fitr bayramının axşamı olmamış, məsələn, bihuş oldu, bir neçə saatdan sonra ayıldısa, o şəxsin boynuna fitrə zəkatı vacib olmaz. Yəni, həmin ərəfədə bu insan bihuş olmamalıdır, yəni özündə olmalıdır, ayıq olmalıdır. Fəqir nə başət? Əsas məsələlərdən də biri budur ki, yəni ən çox insanları narahat edən suallardan biri budur ki, yəni mənim imkanım zəifdir, mənim imkanım yoxdur. Məsələ burada odur ki, yəni fəqir olmamalıdır. Bəs fəqir kimə deyərlər? Fəqir o şəxsdir ki, özünün və ailəsinin illik dolanışını təmin etmək üçün lazım olan məbləğə, yəni ehtiyac olan o məbləğ ki var, onu əldə edə bilmir. Çətinliklə çəkir. Yəni özünün və onun öhdəsində olan ailəsinin dolanışını təmin edə bilmir, çətinlik çəkir. Bu şəxsə deyərlər fəqir. Yəni fitrə zəkatı o şəxsə vacib olmaz. 5-ci şərt odur ki, yəni o qul olmasın. Təbii ki, indiki dövrdə qul anlayışı yoxdur, amma İslamın şəriəti hökmü dəyişməz olaraq qaldığı üçün bunu da qeyd etmək mütləq. Yəni o şəxs qul olmasın, yəni kiminsə qulu olmasın, azad olsun. Bu şəxslərə fitrə zəkatı çıxartmaq vacibdir. Dedik ki, həddi buluğa çatsın, aqil olsun, yəni ağıllı olsun, həmin ərəfədə bihuş olmasın, fəqir olmasın və bir də qul olmaz. Bir şəxsdə bu şərtlər cəm olarsa, biri və ya ikisi, məsəl üçün, belə deyək də, həm aqil olar, həm həddi buluğa çatar, həm fəqir olmaz. Yəni, bu şərtlər bir şəxsdə olsa, o şəxsin fitrə zəkatı çıxartması vacibdir. Bu birinci məsələ. İkinci məsələ bundan ibarətdir ki, fitrə zəkatının miqdarı nə qədərdir? Həm məhsul cəhətdən, və yaxud da ki, bir şəxs istəsə ki, o məhsulu pulla əvəz eləsin, pulun miqdarı nə qədər olmalıdır? Məhsul cəhətdən bütün alimlərimiz, bütün fəqihlərimiz bunu qeyd edirlər ki, o şəxs ki, bayaq qeyd etdiyimiz o 5 şərti var, ona yəni nail olandan sonra, o şərtlər onda olandan sonra, o şəxs artıq nə etməlidir? Fitrə zəkatını çıxartmalıdır. Fitrə zəkatının da miqdarı məhsul cəhətdən hər bir şəxs üçün bir sa. Bir sa'da kiloqrama çevirəndə 3 kiloqram eləyir. 3 kiloqram nə çıxartmalıdır? Əsas meyar budur ki, yəni risalədə ki, bir neçə şeyin adı yazılır. Yəni o bir neçə şeylə kifayətlənmək olmaz. Amma əsas bir dənə meyar var ki, insanın yaşadığı yerdə
insanın məskunlaşdığı ərazidə yeyilməsi normal olan, yəni adi olan, yəni hamı ondan qida kimi istifadə edir. Yeyilməsi adi olan, normal olan qidaların hər birindən hər bir şəxs üçün, bir fərd üçün 3 kiloqram hesablanmalıdır. Məsələn, xurma ola bilər, kişmiş ola bilər, qarabaşaq ola bilər, hətta ət ola bilər. Məsələn, bizim yaşadığımız məntəqədə kartof, məsələn, yeyilməsi normal olan bir qidadır. Kartof da ola bilər. Yəni, insan özü təyin eləməlidir ki, onun yaşadığı yerdə yeyilməsi normal olan qidalar hansıdır? İnsan buna da diqqət eləməlidir ki, yəni bəzən insanlar buğdanın özündən də hesablayırlar. Amma buğda indi bizim məntəqədə yeyilməsi normal olan qidalardan olmadığı üçün insanlar gərək buna diqqət eləsin. Düzdür, unu əldə etmək üçün buğdadan istifadə olunur, bu başqa məsələdir. Amma gündəlik yeməklərimizdə, gündəlik qidalarımızda biz buğdanın özünü birbaşa istifadə etmirik. Yəni, buğdadan hansısa bir yeməyi hazırlayıb və yaxud da ki, arpadan hansısa bir yeməyi hazırlayıb qida kimi onu istifadə etmirik. Ona görə o bizim məntəqədə, yəni yeyilməsi normal olan qida növlərindən deyil. Hətta bəzən ola bilər bir məntəqədə, məsələn, kişmiş, indi misal vururuq, kişmiş yeyilməsi adi olan qidalardan olmasın. Yəni, gündəlik deyək ya, ümumiyyətlə də, yəni kişmiş normal qidalardan olmasın, yeyilməsin. O məntəqə ümumiyyətlə kişmişdən istifadə eləmir. Və yaxud da ki, düyüdən də istifadə eləmir, ya ətdən istifadə eləmir. Yəni, insan bu məsələdə gərək baxsın öz yaşadığı məntəqədə, əsas meyar bunu götürsün ki, mənim yaşadığım ərazidə insanların gündəlik qida kimi istifadə etdiyi normal, yəni qida növü hansıdır? İnsan gərək buna diqqət eləsin. Yəni, hər bir qida növündən insan bir fərd üçün 3 kiloqram hesablanmalıdır. Məsələn, əgər düyü alırıqsa, bir nəfər üçün 3 kiloqram düyü hesablanmalıyıq. Və ya kartof alırıqsa, kartofdan hesablayırsa, bir fərd üçün 3 kiloqram kartof hesablanmalıdır. Fərqi yoxdur, yəni hər bir məhsuldan xurma olsun, kişmiş olsun, qarabaşaq olsun, məsəl üçün, hər bir fərd üçün bu məhsulların 3 kiloqramı hesablanmalıdır. Burada bir insanlar arasında sıxıntı yoxdur. Amma bunu biz məbləğə çevirəndə, biz bunu pulla əvəz eləyəndə artıq insanlar üçün narahatçılıq yaradan məqam budur. O da nədir? Bəzən biri sual verir ki, mən bir nəfər üçün 10 manat çıxardıram. Bu kifayət edirmi? Məsələ orada məbləğin çox və ya az olmağında deyil. Sən sual verə bilərsən, mən 50 manat da çıxardıram. Və ya sən sual verə bilərsən, mən 100 manat da çıxardıram. Və yaxud da ki, sən məsələn, imkanın var, 70 manat da çıxarda bilərsən, 200 manat da çıxarda bilərsən, 5 manat da çıxarda bilərsən. Yəni, burada məbləğin az və ya çox olmasının bir önəmi yoxdur. Məsələ burada odur ki, sən ki, niyyətində tutmuşsan, mən 50 manat bir nəfər üçün fitrə zəkatı çıxardıram və yaxud da ki, bir nəfər üçün bu 10 manatı ayıran fitrə zəkatı, əsas məsələ odur ki, sən çıxartdığın o pulun miqdarı ki var, əlində tutmuşsan, məsəl üçün 10 manat, 20 manat, 50 manat, onu təyin edəsən ki, bu hansı məhsulun 3 kiloqramının əvəzindədir. Məsələn, belə deyək, düyü var, məsələn, 5 manat. Sən 10 manat çıxardırsan, amma o 10 manat 3 kiloqram düyünü əvəz etmir. Və yaxud da ki, kişmiş var, məsəl üçün, bahadır. Sənin əlində etdiyin o 50 manat 3 kiloqram kişmişi əvəz etmir. Ona görə, yəni burada pulun çoxluğu insanı aldatmasın. Yəni, mən 100 manat çıxardıram, mən 50 manat çıxardıram, bu insanı aldatmasın. Əsas meyar orada odur ki, insan çıxartdığı pulun hansı məhsulun 3 kiloqramına bərabər olduğunu bilsin. Bu 10 manat da ola bilər, bu 15 manat da ola bilər, 20 manat da olar, 30 manat da olar, 40 manat da olar, hətta 200 manat da olar, 100 manat da olar, fərq eləməz. Dediyimiz kimi, pulun çoxluğu insanı aldatmasın. Əsas məsələ orada odur ki, bir daha qeyd edəm ki, insan əlindən etdiyi, yəni o çıxartdığı pul ki var, təyin etdiyi o məbləğ ki var, bunu bilməlidir ki, bu bir nəfər üçün hansı məhsulun 3 kiloqramını ödəyir. Yəni, əgər məsələn 5 manatlıq bir məhsuldursa 1 kiloqramı, insan 15 manat ayırdıqda bir nəfər üçün. Bu bilir ki, artıq bu 15 manat, məsələn, bu düyünün 3 kiloqramının əvəzinin müqabilindədir. İnsan, yenə də insanın ixtiyarındadır.
Hansı məhsul onun büdcəsinə uyğundursa, hansı məhsul ona uyğundursa, yəni onu alıb fitrə zəkatı olaraq onun müqabilində yəni pul ayıra bilirsə, o insanın ixtiyarındadır. Yəni onun üçün şərt deyil, bahalı məhsul olsun, ya ucuz məhsul olsun. Baxacaq o şəxs öz büdcəsinə. Təbii ki, insan Allah yolunda əgər bunu Allah yolunda edirsə, ən gözəlini gərək yerinə yetirsin. Bu da ikinci məsələ idi ki, biz hansı məhsuldan nə qədər fitrə zəkatı ayırmalıyıq və onu pulla əvəz etdikdə neçə manat onu çıxartmalıyıq. Üçüncü məsələ də dedik odur ki, fitrə zəkatını biz kimə verməliyik? Fitrə zəkatı o şəxsə verilir ki, o şəxs fəqir olsun. Necə ki, biz dedik, fitrə zəkatını çıxardan şəxs fəqir olmamalıdır və eyni zamanda fitrə zəkatını verəcəyimiz şəxsin özü də gərək fəqir olsun, mömin olsun. Yəni, günah işlərə xərcləməsin, günahkar olmasın. Çünki bu Allahın vacib olduğu bir əməldir. Biz onu ayırıb aparıb o günah edən insana veririksə, o da o pulla günah edirsə, artıq bizim boynumuzdan fitrə zəkatı götürülməz. Şərti budur ki, həm fəqir olsun, həm mömin olsun. Fəqir olan şəxs də dediyi odur ki, burada da bir meyar var, fəqirlik meyarında. Yəni, bu insan ola bilər tək yaşayır. Əgər təkdirsə, özünün illik dolanışını təmin edə bilmir, çətinlik çəkir. Yəni, gündəlik ehtiyaclarını qarşılaya bilmir. Və yaxud da ki, bunun ailəsi varsa, özünün və ailəsinin gündəlik, illik ehtiyaclarını ödəyə bilmir, qarşılaya bilmir. Əldə etdiyi pul ona imkan vermir ki, o özünün və ailəsinin illik dolanışığını təmin edə bilsin. Çox çətinlik çəkir. Bu şəxs fəqir sayılır və biz çıxartdığımız fitrəni bu şəxsə verməliyik. Allah tutduğumuz orucları qəbul eləsin, verdiyimiz fitrə zəkatlarını qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.